Salam əziz və hörmətli Zəfər TV izləyiciləri. Bugün bir xoş təsadüflə bizim kollektivimizə yeni xüsusi müxbir Qaraşova Dürdanə sosialist qızı qatılır. Biz çox məmnunuq. Dürdanə xanım haqqında bir balaca mən məlumat verim ki, yazıcı publisisti bu neçə illəri mən tanıdığım müddətdə şəhid ailələrinə, müharibə veteranlarına, müharibə əlillərinə, hətta astronavtlı ailələrə yaxından dəstək olur. Bütün tədbirlərdə özünə məxsus iştirak edir. İnşallah ki, bu yaxınlarda yeni kitabı ilə də bizi sevindirəcək. Yəni biz özümüz şəxsən Zəfər TV kollektivi olaraq Azərbaycan Respublikası şəhid ailələri, əlil və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin kollektivi, qazilər, şəhid ailələri birlikdə həmin kitab təqdimatına qatılacaq və öz dəstəyimizi əsirgəməyəcək. Dürdanə xanım, sizi təbrik edirəm, kollektivimizə xoş gəldiniz. Çox sağ olun. Digər qardaşlarımız Xoş gəlmişsiniz. Sizi təbriklərə qoşulacaq. Sizi də eşitmək istəyərdik. İlk öncə vəsiqəni sizə təqdim edim. Çox sağ olun müəllim. Təbrik Təşəkkür edirəm. Təbriklər. Çox sağ olun ki, mənə etimad göstərmisiniz. Mən çalışacağam ki, sizin bu etimadınızı doğruldum. Çünki bilirəm ki, müəllim hər adama etimad eləmir, göstərmir. Mən çalışacağam ki, bu etimadı doğruldum. Mən də Azərbaycan Respublikası Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Cəbrayıl rayon şöbəsində sədr müavini işləyirəm. Yəni qalanlarını siz dediniz. Həmişə şəhid ailələrinin yanında olmuşuq, onlara dəstək olmuşuq. Öz şeirlərimlə çalışıram ki, gənc nəslə şəhidlərimizi təbliğ edeyim və yeni bir kitabım çıxacaq şəhidlərimiz haqqında. İnşallah sizləri də orada görmək istəyirəm. Çox sağ olun, mənə bu etimadı göstərdiniz. Sizə çox təşəkkür edirəm. Bir haşiyə çıxım, üzrü sayın. Biz Azərbaycan Respublikası Şəhid Ailələri, Əlil və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin baş idarə sədri, ehtiyatda olan polkovnik, Vətən müharibəsindən 7 medala layiq görülmüş. Eyni zamanda 1-ci Qarabağ müharibəsinin 2-ci qrup əlili Tahir Məmmədov Yaquboğlu'nu da buradan həm salamlayırıq, həm də Salam olsun Tahir müəllim. ki, əslində Dürdanə xanımı ilk öncə o bizə yönəldib və çox razıyıq. Bir daha təşəkkür edirik. Sağ olsun Tahir müəllim, sağ olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun, ruhları şad olsun. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik, şəhid valideynlərinin qarşısında baş əyirik, səbir diləyirik və hər zaman çalışacağıq ki, biz onlara dəstək olaq, çünki onlar bizim şəhidlərimizin əmanətləridir bizə. Var olun. Çox sağ olun Dürdanə xanım, sağ Demək, olun. balalar mənim. Bəli. Mən özümü təqdim eləməyimə ehtiyac yoxdur, çünki yazılarda yazılır. Mən Azərbaycan Respublikası Şəhid Ailələri, Əlil və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyində Mətbuat Xidmətinin rəhbəri, eyni zamanda Səbail şöbəsinin sədri və Zəfər TV VN onlayn TV kanalının baş redaktor təsisçisi Məhərrəm Əliyev. Və istəyərdim mənim mavinim, yəni bizim ictimai birlikdə ağsaqqal olan bir adam, Baloğlan Əhmədov iştirak edir burada. İstəyərdim Baloğlan mənim öz təbriklərini çatdırsın və Cəbrayıl şöbəsinin sədri Səməd. Səməd müəllim də buradadır. İndi özünüzü təqdim edərək zəhmət olmasa təbriklərinizi çatdırar. Buyurun, buyurun Baloğlan. Baloğlan Əhmədov Nurəddin oğlu. Azərbaycan Respublikası Şəhid Ailələri, Əlillər və Müharibə Veteranlarının Hüquqlarının Müdafiəsi İctimai Birliyi Tahir müəllimin baş məsləhətçisi və Məhərrəm müəllimin Zəfər TV VN kanalının hüquqi işlər üzrə müavini və Səbail şöbəsinin Məhərrəm müəllimin hüquqi işlər üzrə müavini Baloğlan Əhmədova. Mən Dürdanə xanım sizi təbrik edirəm. İşinizdə sizə uğurlar, müvəffəqiyyətlər arzulayıram. Uğurlarınız bol olsun. Sizin barədə biz çox eşitmişik. Allah sizə razı olsun. Bizim şəhidlərimizə salam olsun. Siz ki, onların yanındasınız, onun valideynlərinin daha doğrusu yanındasınız. Onların ruhları sizi görür. Siz onların valideynlərini yaddan çıxartmırsınız. Qazi Aftasıdır, oğlu mayor. Özü də çox əziyyət çəkmiş qazimizdir. Allah sizləri var eləsin Səməd müəllim. Mən çox şad oldum ki, sizin yanınızda
belə bir yəni hər cəhətdən inkişaf eləmiş bir insan var. Mənə elə gəlir ki, siz çox böyük nailiyyətlər gözləyir sizi. Sağ olun, var olun. Çox sağ olun, Bir daha var olun. təbrik edirəm, uğurlar arzulayıram. Var Teşekkür olun. ederim. Sağ olun. Buyurun Səməd müəllim, eşidək sizdən. Mən də sizə təşəkkür edirəm Məhərrəm müəllim. İlk öncə deyirəm ki, salam olsun şəhidlərimizə. Allah şəhidlərimizə rəhmət eləsin, xəstələrimizə, qazilərimizə acil şəfa versin. Allah sizdən razı olsun ki, Dürdanə xanım haqqında çox demək olar, çox danışmaq olar. Yəni bilgiləri ilə, yazıları ilə, kitabları ilə, ədəbi ilə, ərkanı ilə, kollektivləri, istər işində, xidmətində hər zaman bizdən öncə də, hər zaman şəhid ailələrin, qazilərin nümunəvi yanında olub, dəstək olub, hər cəhətcə. Ona görə də mən də sizə təşəkkür edirəm ki, məsləhət bilmisiniz, təqdimat vermisiniz. Dürdanə xanım bugün Cəbrayıl rayonunda şöbə sədrinin birinci müavinidir və Zəfər TV-də xüsusi müxbiridir, bugün təqdim oldu. Mən də təbriklərə qoşuluram. Zəfər TV-nin rəhbəri Məhərrəm Əliyev cənablarına sizə təşəkkür edirik. Allah sizdən Sağ razı olun. olsun. Biz həmişə yanındayıq. Dürdanə xanımı da təbrik edirəm, uğurlar arzu edirəm və səmərəli istifadə, diqqətli, İnşallah gələcəkdə yaxşı. Dövlətinə, dövlətçiliyinə daim Bəli. xidmətdə görək sizi. Təbrik edirik. Var Allah olun. prezidentimizi qorusun, ali Amin, başkomandanımızı qorusun, amin. ordumuzu, əsgərlərimizi qorusun. Biz də həmişə öz vətənimizə xidmətdəyik. Bəli. Azərbaycan Respublikasına xidmət Xidmət edirik. edirik. Cənab Ali Baş Komandanımıza xidmət edirik. Bəli. Təşəkkür edirəm. Sağ olun. Amin. Siz ki belə Siz bizim geniş dəyərli qardaşlarımız. əqidəli insanları bizim bu təşkilata gətirirsiniz. Bizim təşkilat daha inkişaf eləyəcək. Bəli. İnşallah həmişə dövlətimizin, dövlətçiliyimizin Ali Baş Komandanın yanında olacaqlar. Təşəkkür. Allah sizi var eləsin, sağ olun. Bir Təşəkkür. daha sizi təbrik edirəm. Təşəkkür Sağ olun. Bir Azəri qızıyam mən. Canım xalqa fəda olsun. İlham aldım bu vətəndən. Vətən mənə ana olsun. Canım xalqa fəda olsun. Vətən mənim vuran qəlbim. Millətimdir hər an səsim. Bu vətəndə yoxdur dərdim. Vətən mənə ana olsun. Canım xalqa fəda olsun. Yurt yuvamdır sağım, solum. Bu vətəndən necə doyum? Gələcəyim, azad yolum. Vətən mənə ana olsun. Canım xalqa fəda olsun. Qucağına gələcəyik, torpağında öləcəyik. Dərdi sizlə böləcəyik. Vətən mənə ana olsun. Canım xalqa fəda olsun. Canım xalqa fəda olsun. Əzəli olmayan eşqin təməli sənə qovuşmaqla oldu əbədi. Döymədən qapımı döyən əcəli, addım-addım ağır gələn gəlişlər, Qarabağda gedən ağır döyüşlər. Ruhun döyüşməklə tapıbdır izzət, ruhumu ruhuna qoymusan həsrət. Versəydi həmin gün mənə bir fürsət, realda olmayıb bu cür görüşlər, Qarabağda gedən ağır döyüşlər. Tellərim ağardı süt açanacan, İçimdə susuram gün batanacan, özümü aldadıb mən haçanacan. Dodağımda əsir saxta gülüşlər, Qarabağda gedən ağır döyüşlər. Vətən səsləyəndə haraya gəlin, bir neçə sonalar, ərsiz qız gəlin. Çatsa da zamansız sənin əcəlin, torpağımda zəfər çaldı dönüşlər, Qarabağda gedən ağır döyüşlər. Qarabağda gedən ağır döyüşlər. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Bugün qəhrəman şəhidimiz Samirimizin, yəni Tiqanamızın doğum günüdür. Biz
də Azərbaycan Respublikasının şəhid ailələri, əlillər və müharibə veteranları İctimai Birliyi Cəbrayıl rayon şöbəsi olaraq kollektivimiz və döyüş yoldaşlarımız, Zahid qardaşımız, Namiq qardaşımız, qəhrəman şəhidimiz Əhmədov Zülfəlinin qardaşı Əhmədov Namiq, təşkilat sədrinin müavini Qaraşova Dürdana xanım, şəhidimizin anası, bacısı və baisi oğlu Hüseyin qardaşımız, Əsəd qardaşımız kollektiv olaraq o boyda yolu qət eləmişik. O bizə yol çox görükə bilməz, uzun görükə bilməz. Çünki şəhidlərimizin ruhu şad olsun, harda olsa biz gedib onları yad eləməyə bizim borcumuzdur. Biz bugün şəhidlərimizin hesabına, bax bu azad olunmuş torpaqlarımıza gəlmişik, bax bu qəhrəman şəhidlərimizin hesabına. Hər zamanda borcumuzdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Zahid qardaş elə sosial şəbəkədə hamı görür ki, bütün şəhidləri kimsə dedi, demədi, hər zaman gedir, o xəstə canı ilə ziyarət edir. Sosial şəbəkədə biz onu görürük. Həmişə də şəhidlərimiz üçün kliplər, müəyyən şəkillər hazırlayır, paylaşır ki, şəhidlərimiz unudulmaz. Allah hər birinizdən razı olsun. Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Kimin ürək sözü var, şəhidlərimizə buyursun, desin. Ruhları şad olsun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Danışında Dürdana xanım. Buyurun. Allah rəhmət eləsin. Bugün Əliyev Samir Qədiroğlu'nun cənnətdəki doğum günüdür. Biz onun ruhunu şad eləmək üçün deməli şəhərdən bura gəldik və buna borçluyuq. Deməli Samir bizim ən gənc döyüşçülərimizdən biridir. 16 yaşında cəbhəyə yola düşüb və onun çəkilişlərinə hər zaman biz baxırıq. Hər dəfədə mən baxanda çox kövrəlirəm həqiqətən. Və biz bugün necə olursa olsun biz bugün burada olmalıydıq, onu yada salmalıydıq. Çünki bizim döyüşçülərimizin içində ən gəncidir. Ruhu şad olsun, məkanı cənnət olsun və bizim birliyimizdə Səməd müəllimin dediyi kimi biz çalışırıq ki, birlik olsaq da, olmasaq da bir insan kimi onsuz da həmişə biz şəhidlərimizi yada salırıq. Ancaq onu qeyd eləmək istəyirəm ki, yəni cəmiyyət olaraq bizim birliyimiz Cəbrayıl şöbəsi həmişə birincidir bu barədə. Həmişə şəhidlərimizi yada salırıq və bizim şəhidin bacısı Xanımzəd bacı da bizim deməli birliyin üzvüdür və biz bugün onun yanında olmalıyıq və olduq da, yəni yenə də deyirəm, birlik olmasaq da biz həmişə, yəni biz bunu insanlarımız görür, bilir. Bir vətəndaş kimi onsuz da şəhidlərimizi anırıq, həmişə yada salırıq. Ancaq yenə də qeyd eləmək istəyirəm ki, bəli, biz bugün həm də Cəbrayıl şöbəsi olaraq bizim birliyimizdə bir çox şəhid ailələri var, şəhid bacıları var, şəhid qardaşları var, şəhid anaları var, şəhid ataları var. Biz onların hər birisinin qarşısında baş əyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Allah şəhidimizin ruhunu şad eləsin, məkanı cənnət olsun. Hər birisinin qarşısında mən baş əyirəm, bütün şəhidlərimizin qarşısında baş əyirəm. Onların hamısı bizim qəhrəman oğullarımızdır, hamısı bizim vətənimizin uğrunda öz canlarından, qanlarından keçiblər bugün. Biz bu torpaqlarda azad nəfəs alırıqsa, bunu şəhidlərimizə borçluyuq. Ruhları qarşısında baş əyirik. Ana, sən də əllərindən öpürəm. Çox sağ ol, çox sağ ol. Ruhu şad olsun, məkanı cənnət olsun. Allah sizə səbir versin. O ölməyibdir, yaşayır, cənnətdədir. Məqamı uca olsun. Sağ ol, çox sağ ol. Allah Vallahi biz onsuz da hər birimiz bu dünyadan ölüb gedəcəyik, amma heç vaxt yada düşməyəcəyik. Amma bax görürsən, 1000 illər də keçsə, biz bugün həyatda olmayan bir vaxtda da hansısa gənc gələcək nəsillər, biz onları təbliğ edirik. Gələcəklər, onun məzarını ziyarət eləyəcəklər. Çünki onlar heç vaxt ölməyəcək. Biz yaddan çıxacağıq, amma onlar yaddan çıxmayacaq. Yəni mən bunu sənə bir təsəlli olaraq deyirəm. Ruhu şad olsun, məkanı cənnət olsun. Allah bütün şəhidləri. Amin. Biz də burada deməli Səməd müəllim bunu təqdim eləsin. Buyurun Səməd müəllim.
Bu da qəhrəman şəhidimizə bizdən, bizim cəmiyyətdən, birliyimizdən xatirə olaraq sizə qalsın. Allah şəhidimizə rəhmət eləsin. Allah bütün şehitlerimize rahmet eylesin. Allah sizə səbir versin, ömür versin. Çok sağ olun. Şəhidlərimizə də rəhmət eləsin. Allah bütün şehitlerimize rahmet eylesin. Allah size can sağlığı, uzun ömür versin. Canınızı sağ eləsin. Ne yaxşı siz varsınız. Geldik bu günleri ziyaret elədik. Kardeşimin qəbrin. Allah size kömək olsun. Sağ olun. Bizim borcumuz, hamısı bizim qardaşlarımızdır. Şəhidlərimizin hamısı bizim qardaşlarımızdır. Şəhidlərdə bölgə yoxdur, haralıdır, kimdir, nəçidir? Bəli, şəhid şəhiddir. Nə təzə, nə köhnə. 1988-ci ildən 2023-cü ilin antiterroruna qədər 34.200 şəhid, hamısı bizim qardaşımızdır. Hamısı vətən uğrunda şəhid. Bir de ben o şehit olduğu yeri şekil çektim. Öyle dağın başına çıktım ben. Çektim öyle komandirini aparmıştım. Mehremi. Komandirin komandir o. Onunla bir yerde o danıştı. Ben onu çektim. Herkülde şehit olup. Bəli. Orada da şehit olduğu yerde çektim. Məhrəm attım, gətirdim. paylaştım. Məhrəmin yanında şəhid. Mehrem onun komandiri Mehrem onun komandi batalyonu. Onun için de